Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Çox məyus oluram bugünkü mövzu ilə bağlı və çox təəssüf hissi keçirdirəm ki, bugün belə bir mövzuya toxunacaq. Demək, mövzu nədir? Bizim qazilər var, bəzi, yəni hamıya aid deyil. Bəzi də Allah məzarlarını nurla doldursun, şəhid ailələrinin nümayəndələri var ki, onlarla bağlı hal-hazırda cəmaət arasında müxtəlif söhbətlər gedir və biz də bunu eşidirik və bəzilərində görürük və bunun haqqında biz biraz açıqlama vermək istədim. Demək, əziz dostlar, buradan mən qazilərə səslənirəm buradan, bəzilərinə. Burada heç kim təxribat, provokatorluq eləməsin, yəni bu videonun altından yazmasın ki, qaziləri filan kəs belədir, belədir. Mən buradan qazilərin hamısına demirəm. Qazilərin bəzilərinə, hansı ki, indi aşağıda dediyim məsələlərlə bağlı iş görən qazilərə mən buradan sözümü deyəcəm. İlk öncə, buradan mən sizə mən bunu təqdim edeyim. Mən birinci Vətən müharibəsi iştirakçıyam və ikinci qrupda 50. Baxın, mən sizə indi bunu göstərəcəm. Diqqətlə burada hər kəs baxsın. Bax, bu mənim vəsiqəmdir. Baxın. Gördünüz? Bu mənim vəsiqəmdir. Sonra, bax, bu. Baxın, vəsiqəmin nömrəsində baxın. Mən döyüşmüşəm polisdə, AMON-da, hansı ki milli ordu yox idi. Ermənilər bizim hər birimizi tutanda dərimizi soyurdular. Ki, siz könüllü gəlmişsiniz bizə bura döyüşə. Gördünüzmü? Azad İskəndərli Vəliyyədinoğlu. Bu, mənim Qarabağ müharibəsi iştirakçısı və qaziliyim. İndi mən buradan həmin o bəzi qazilərin fəaliyyətini deyəcəm. Demək, əziz dostlar, bir çox yerlərdə söhbət gəzir ki, bəzi qazilər reketliklə məşğuldurlar. Yəni, dövlət qanunlarını saymırlar, idarə və təşkilatlara gedib hədə-qorxu gəlirlər, pul alırlar onlardan ki, biz sizi şikayət edəcəyik. Bu da bilirsiniz nəydən əmələ gəldi. Allah canını sağ eləsin. Cənab, möhtərəm prezidentimizin şəhid və qazi ailələrinə xüsusi qayğısından bəzi adamlar, bəzi qazilər sui-istifadə elədilər və bu günləri də müxtəlif oyunlardan çıxırlar, heç kimi də tanımırlar. Məsələn, maşın gedir, mən bu yaxınlarda gördüm, maşının dalına, öz avtomobilinin dalına yazıb ki, rus dilində, Zarulyon Kazi. Görün, məsələn, bu nə qədər utanc verici şeydir. Məsələn, bu, yəni, sükan arxasında qazidir. Bunu niyə yazmısan? Səbəbindir. Bu döyüşmək, vətən uğrunda döyüşməkdir. Bu, vətən uğrunda döyüşmək hər kişinin işidir. 4 il döyüşmüşəm. Ən ağır döyüşlərdə, indiki müharibə 3D müharibəsidir. Biz əlbəyaxa döyüşlərdə 4 il aç, susuz, kasıb Azərbaycan, yoxsul Azərbaycanın vaxtında bütün qonşu dövlətlər bizə düşmən kəsilmiş bir vaxtlarda bizi ət maşınından keçirdirdilər. Əmin o döyüş səhnələrimizi danışsam, tükləriniz biz olar. Mən indi uşaqlar var, bu 2-ci Qarabağ Savaşında 44 günlükdə döyüşən uşaqlar var, gəlirlər yanıma, mən bizim o döyüş səhnələrimizi danışıram, dəhşətə gəlirlər. Bizim o nəsildə, biz nə maşınımızın dalına Zarulyon Kazi yazmışıq, nə də ki, mən bir şey deyəcəm sizə. Salyanda bir çayxana var idi, bu yay. Mən getdim, oturdum orada çayxanada, bunlar pivə də verirdilər orada, isti idi, yolum oradan keçirdi, Salyanda düşdüm orada çay içməyə.
Gördüm ki afisant o gətirən pivəni qoyur, noxud qoydu, pivə qoydu, balıq qoydu. Yanında ki bir stol var idi. Tək adam oturmuşdu, saqqallı birisiydi. Heç anormal gözlər də baxırdı onun. Gördüm bu danışa-danışa, o hər dəfə buna sifariş verəndə bu mənim yanımdan keçirdi. Dodağının altında mızıldanamızda. Bunu çağırdım, soruşdum ki, nə problemin var ki, sən o adam? Deyirdi ki, mən əmi bu qazidir. Bilmirik qazıdır, qazıdır. Biz onun sənədlərini yoxlamamışıq. Bu gəlir bura gündə 3 bakal pivə, 2 dədə boşqa deyir, pul vermir ki, mən qazıyam. Buna rastlamış. Ondan sonra, demək bizim bir şirkət var. Biz o peşə ixtisaslarına sertifikatlar veririk, təlimlər keçiririk. Demək bir gün mən ofisdə oturmuşam, şəxsən mənim özümdən gedir söhbət. Demək, 2 nəfər gəldi, təlimə kursa yazılmaq istəyirəm, biz də bunu qeydiyyata aldıq. Mən işçimdə oturub bu qeydiyyata aldı, mən də oturub yazı yazıram. Bunlardan birisi də ən axırda gəldi, dedim, mənə də sertifikat, özü bilirsiniz, onun harasa köçürmələri var müəyyən qədər. Dedim ki, qız dedi ki, ged köçürmə elə, gəl qeydiyyata düş falan. Nə, mən pul köçürməliyəm? Deyirəm, niyə o 2 nəfərdən artıq deyirsən ki, onlar köçürdü, sən nə köçürdün? Mən qaziyəm. Dedim, olda qazi, nə varım ki? Mən döyüşmüş adamam 4 il, sərasər gecə gündüz. Mənə bu söz çatmır. Olda. Yox, sən mənə deyil, pulsuz təlimə götürüb, sertifikat verməsən, başımı vuracam, deyir, bu qapının sütununa partladım, gedəcəm, deyir, prokurorun yanına. Başladı dəli-dəli hərəkətdə eləmə, götürüb yumruğunu başına vururdu. Ondan sonra götürüb mənim stolumun üstündən qələmi götürüb, üzünə soxurdu belə, möhkəm ki, qan çıxsın. Belə gic-gic hərəkətdə mənə havayı sertifikat verir. Zəng vurdum, polisə gedər aparlar bunu. Bu belə. Və bütün bu biabırçılıqların hamısının da arxasında nə durur bilmirəm. Məsələn, bir icra başçılarıyla görüşmüşdük, 1-2 dəfə tədbir oldu. Bunlar hakü salmışdı, Neftçalada idi deyərsən, biri qolun kəsib, damarını doğrayıb, töküldü orada, neyinirdi. Bunu mən getdim Neftçala rayonuna, bunu evinə getdim, bunu götürdüm, gətirdim icra başçının otağına. İcra başçı dedi ki, sən qolu niyə kəsirsən? Deyir, mənə 100 manat ver, kəsməyim. Deyir ki, ay bala, evi dedin, düzəltdirdik, şəhiddir, qazidir. Evi dedin, düzəltdirdik. Ananı işə dedin, xəstəxanaya direktora dedik, xəstəxanaya işə götürdük. Bacıma toy elədin, şadlıq evini gəldin ki, pulunsuz verin, şadlıq evinin pulunu biz verdik. Bacını köçürdəndə getdin mebel dükandan mebel götürdün, nisyə vermirdilərsə, gəldin bizə, biz onlara dedik, verdilər nisyə və onun 1500 manatında ödəmədin, onu da yenə biz ödəməli olduq. Dedim, sosial müdafiə fondundan mənə o məşğulluqdan heyvan verin, heyvan saxlayacağım. Heyvan verildi sənə, bəli, neçə dənə? 30 dənə. Qoyun, 10 dənə keçi. Hanı 30 qoyun keçi? Satmışam. Satmışam, yemişəm, əcəb eləmişəm. Başçıya deyir. Başçıya deyir, sən deyir, yenə də verəsən. Bu nə deməkdir bu? Mən buradan soruşuram da, bu nə deməkdir? 44 gün cəmi müharibə olub. Bunu heç kim 44-dən döyüşdə olmayıb. Adam var 1 həftə olub, adam var 5 gün olub, adam var 6 gün olub. Allah hamımızın canını sağ eləsin. Biz 4 il sərasər vuruşmuşuq, 4 il daş yemişik, torpaq yemişik. Yəsiz, kasıb bir Azərbaycanda avtomatımızın gülü atırdıq, avtomatın üstü olub 5-6 güllə gedəndən sonra əgilirdi, deformasiya şəkil alırdı. İndi siz gəlmişsiniz, belə hərəkətlər ölürsünüz. Bu biabırçılıqdır. Hələ bəziləri üzrə gedir biraz da irəli. Gedirsiniz şəhid atalarını da
yoldan çıxardıb salırsınız yanınıza, idarə və təşkilatlara hücum edirsiniz. Məsələn, mən bütün bu faktları adlarını çəkmirəm hər şeyin. Çünki lazım olan yerdə, lazım olsa gedib ad-ba-ad, idarənin adını, müdir rəhbərin familiyasını hamısını yiyəcəm. Bir-iki gün öncə bir rayonların birində yenə bir qazi, demək, qonşu rayonun qazisi gəlir digər rayona şəhid atası ilə götürür yanında salın gətirir. Deyir, mənim bacım burada bu palatada yatmalıdır. Həkim deyir ki, o palatada xəstə yatır. Özü kişi xeylağıdır. Sən bacın ora biz qoya bilmərik. Gəl bıbırı palatada yatsın, orada iki qadın var, bu da orada yatsın. Yox, onu oradan çıxardassan o kişini, mənim bacım tək yatacaq burada, mən qaziyəm. Həkim də razılaşmır, həkim də xanım həkimdir, 60-dan yuxarı yaşı var. Demək, həmin bu şəhid atası ilə bu qazi, bu həkim xanımın atasını, anasını, ailəsini, qızını, körpəsini qoymurlar, söyüşün biri bir köpük xəstəxanada şöbədə, millət qarışıb bir-birinə, qabağına çıxanın ailəsi, uşağın söyürlər, əl atırlar. Bunlar ikisi. Və indi onlar verilib hüquq mühafizə orqanlara görə nə nəticəsi olacaq bunun. Bu nə vaxta kimi davam eləməlidir? Yox, bunu deyil, qoy biz cəmaatda bilək də, bu nə vaxta kimi davam eləməlidir? O Neftçalada qolun kəsən var, yadımdan çıxdı, o demədim. Sonra araşdırma apardı. Gördük ki, bu adam qazidir. Bu, Ağcabədidə rezerv batalyonda olub cəmi 10 gün. Rezerv batalyonda. Mən buradan hüquq mühafizə orqanlarına qəti olaraq xahiş edirəm və bütün nazirliklərin rəhbərlərindən Cənab Prezidentə Allah can sağlığı versin, Allah o kişinin ömrünü uzun eləsin, canını sağlam eləsin, balalarını Allah saxlasın. Bu adam bu qədər hörməti elədi bu qazilərə, şəhid ailələrindən filanlar. Ancaq ki, Cənab böyük Çinli məmurlar, onu biləsiniz ki, bura dövlətdir, burada dövlət qanunları işləməlidir. Bu adamlar isə dövlət qanunlarını pozurlar, çoxsu da reket ilə məşğul olurlar. Bunlar haqqında ciddi qəti tədbir görmək lazımdır. Əsasən də bunların hücum yerləri xəstəxanalardır, bir də o qay dilləri arayırdı, o qay işçiləridir, xəstəxanalardır, bir də su melarasiya idarələridir. Əsasən bu 3 dənə yeri, bir də ki, hərdən o təhsildə də olur belə şeylər. Bu 4 təhsil şöbəsi idarəni zəlil eləyiblər. Baxın, mənim bu videonun altında söyənlər olacaq. Bilirsiniz o söyənlər kimdir? Mən deyən adamlardır. Bax, o söyüş söyənlər olar. Həmin onların bir-bir adını çıxıb verəcəm mən olsa hüquq mühafizə orqanlarına. Çünki onlardır reketlik eləyənlər. Onlar harada qazi olub, harada döyüşürlər, həmçin qoysunlar. Buradan şəhidlər bizim hamımızın başımızın tacıdır. Onların biz canımızda nə qədər can var, hər zaman hörmətini, ehtiramını saxlayacaq. Ancaq buradan bəzi deyirəm, təxribatçı provokatorlara, bəzi deyirəm, var ki, şəhid ailələrlə xahiş edirəm, onlardan da şəhidlərimizə ehtiramla yanaşaq, onların hörmətlərini saxlayaq, ruhlarını hər zaman uca tutaq. Bu qədər, çox sağ olun, gecəniz xeyrə qalsın, ümid edirəm ki, buradan özünü tanıyan, özünə hörmət edən şəhid və qazi ailələri məni dəstəkləyəcəklər. Sağ olun, çox sağ olun.